Allahın huzuruna gedəndə eyiblərin məskəni olan cəhənnəmdən danışın Allahla. Cəhənnəmdən danışın. Diqqətiniz məndə olsun. Cəhənnəm odu haqqında danışın. Çox danışın Allahla. İlahi, məni cəhənnəmə aparacaqsan, dinən, davam elə. İlahi, məni odda yandıracaqsan, o qədər bunu deyirsən, Allah dilə gəlir, deyir, aparmayacam səni, narahat olma. Aparmayacam. İş o yerə gəlir, çatır ki, deyirsən, qorxuram, deyir, qorxma. Anaların hamısını tanıyırıq. Bəlkə də dünyada bütün analar, uşaq deyəndə qorxuram, ürəyi rəhmə gəlir. Düzdür? Uşaq deyir, ana qorxuram. Bu qorxuram sözü ananın dilini qəlbini rəhmə gətirir. Tez bağrına basır, uşaqlarımız qorxanda deyir, qorxma. Allah ana qədər deyil.